demək, İran prezidentinin vertolyotda öldürüldüyü zaman İran qarışmalıydı və İran vurulmalıydı və bugünkü müharibə o zaman başlamalıydı. Sonra doğrudan çox sağ olsun Türkiyə dövləti. Yəni nə qədər bir dərin dövlətdir, nə qədər ağıllı bir dövlətdir, mən bilmirəm. Yəni günü-gündən insan heyran qalır. Yəni sanki ilk Osmanlının yarandığı gündən bugünə qədər bugünkü dövlət bütün onların 100 illərlə təcrübələrini toparlayıblar, indi bir başda qoyublar ortaya. Dəhşət bir dərin dövlətdir Türkiyə. Türkiyə bunların fərqində oldu, qarşısını almağa başladılar. Və İranda da İran dövləti artıq bunu bildi. İranın prezidenti öldürüləndən sonra ki, İran gedir, İran getməlidir. İrana məşruiyyətin biraz artırmalıyıq. Sonra gerçəkdən İranda azadlıqlar gətirməliyik. İran dövlətini deyirəm. Beləliklə, öncəliklə dövlətin məşruiyyətini tanımalıyıq. Dövlət məşru necə olar? Prezident seçkilərində prezident seçilməlidir. Prezident seçkilərini biz də boykot etmişdik. Məsud Pezeşkiyan olanda. Demək, öncəliklə bunda deyib, mən Pezeşkiyanı 94 ya 96-cı ildən yaxından tanıyıram. O da bir tərəfə. Çox şərəfli, çox namuslu bir insandır. O taylı, bu taylı Azərbaycanımızda 1000 nəfər Pezeşkiyan kimi şərəfli və namuslu olub. Mən yaxından tanıdığım üçün deyirəm. Demək, İranın məşruiyyətini qazandırılmalıdır İran dağılmamaq üçün. Zira İran dağılsa bölgə dağılacaq, yəni bugün olan. Haçan İran prezidenti öldürüləndə vertolyotda. Ona görə bizdən də dəvət etdilər. İran yox, başqa dövlət. Bizdən dəvət etdi, ad vermirəm. Dəvət etdilər ki, siz kömək edin, İran dövlətinə məşruiyyət qazandıraq. Niyə? Biz onların düşməniyik ki, yox, dalı belə olacaq, belə olacaq, belə olacaq. Nəysə Pezeşkiyan fiquru ortaya qoyuldu ki, biz arşivlərə bağışıb, yox, gedib Sabahın saytına filana baxsaq, orada bir həftə seçkidən öncə biz seçkiləri boykot etmişdik. Bir həftə sonra milləti seçkilərə çağırdıq, tərsinə. Aman, gedin seçkilərə. Tamam, Pezeşkiyan türkdür, istəmirsiniz çıxsın, İran dövləti söz veribdi, İranda azadlıqlar gətirəcək, o köhnə sistemi yığışdıracaq və həqiqətən də olacaq idi bu işlər. Bunu İsrail də bildi. Və İran düzələcək, Azərbaycanla münasibətlərini düzəldəcək, Türkiyə ilə